27 oktyabr tarixində Kiyevlərdə Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyanın bəyanatına istinadən məlumat yayıldı ki, Ermənistan hakimiyyəti Azərbaycan prezidenti İlham Əliyevi 2026-cı ilin may ayında İrəvanda keçirilməsi nəzərdə tutulan Avropa Siyasi Birliyi sammitində iştirak etməyə dəvət edib. Briefing zamanı Mirzoyan hazırda müvafiq dəvətnamənin sənədləşdirilməsi aparılır, deyə qeyd etdi. Prezident Əliyevin sammitdə iştirak etmək üçün İrana səfər edib-etməyəcəyi məsələsinə gəlincə, bu sualın cavabı kalibrdə var. Lakin əvvəlcə Azərbaycan-Ermənistan münasibətlərinin hazırda hansı mərhələdə olduğunu nəzərdən keçirmək zəruridir. Heç kimə sir deyil ki, Azərbaycan sülh gündəmini dəstəkləyir. Daha doğrusu məhz Bakı, onun əsas konturlarını müəyyənləşdirərək 5 baza prinsipini irəli sürüb və həmin prinsiplər Vaşinqtonda paraflaşmış sülh müqaviləsinin təməlini təşkil edir. Paraflaşma, razılaşdırılmış mətnin və gələcək normallaşma prosesinin ümumi çərçivəsini təsbit etdiyini ifadə edir. Vaşinqtonda həmçinin İlham Əliyev, Donald Trump və Nikol Paşinyanın iştirakı ilə birgə bəyannamə imzalanıb və orada regional kommunikasiyaların açılmasının, eləcə də Naxçıvana maneəsiz nəqliyyat əlaqəsinin təmin olunmasının əhəmiyyəti vurğulanıb. Bu fonda vətəndaş cəmiyyəti səviyyəsində ilkin təmaslar formalaşmağa başlayıb. Azərbaycan ictimaiyyətinin tanınmış nümayəndələrinin İrəvana səfəri prosesin hökumətlərarası müstəvidən kənara çıxaraq daha geniş dairələrə keçdiyini göstərir. Bu təşəbbüslər təkcə Bakı tərəfindən dəstəklənmir, həm də bir sıra hallarda məhz onun tərəfindən irəli sürülür. Çünki təmasların genişlənməsi gərginlik risklərini azaldır və gələcək müqavilənin daha dayanıqlı olmasına xidmət edir. Proses irəliləyir və bölgədə artıq de facto sülh mövcuddur. Xüsusilə qeyd edilməlidir ki, hazırki vəziyyət de facto xarakter daşıyır. Çünki hüquqi hissə hələ tam yekunlaşmayıb. Diplomatik mənbələrdən əldə edilmiş məlumata əsasən hazırki iki tərəfli münasibətlər səviyyəsi Prezident İlham Əliyevin İrəvana səfərini real və gündəmdə olan addım kimi qiymətləndirməyə hələ imkan vermir. Azərbaycan praktik addımlar prinsipinə sadiqdir. Müqavilə imzalanmadan və mexanizmlər işə düşmədən ali səviyyəli səfərin həyata keçirilməsi prosesin tamamlandığı barədə yanlış təsəvvür yarada bilər. Hüquqi baza rəsmiləşdirilmədiyi və öhdəliklərin icrasına başlanılmadığı şəraitdə belə addımlar vaxtından əvvəl olardı. Gələcəkdə səfərlərin perspektivi istisna edilmir. Əksinə, sülh müqaviləsi imzalandıqdan və icrasına başlanıldıqdan sonra bu prosesin tamamilə məntiqi və təbii davamı olacaq. Hazırda isə əvvəlcədən razılaşdırılmış öhdəliklərin yerinə yetirilməsi istiqamətində konkret praktiki addımlar atılmalıdır ki, sülh yalnız de facto yox, həm də de jure şəkildə rəsmən təsbit olunsun.